Bəzi ərazilərdə bu məbləğ 80-85 min manatadək artır. Söhbət yeni tikili binaların qarajlarından gedir. Elan saytlarında daşınmaz əmlak kimi qarajların satışı üçün də bölmə var. MTK-lar binaları satarkən ümumi istifadədə olan, birgə istifadədə olan ümumi təyinatlı mülkiyyətləri satmaq hüququna malik deyirlər. Ümumiyyətlə Azərbaycanda bu məsələ kökündən səhv qurulub. MTK-lar binanı tikdikdən bir ay sonra binanı tərk etməlidirlər. Ümumi istifadədə olan həyət, baca, qaraj, texniki zirzəmi və s. bu kimi sahələr ümumi mülkiyyətdə hesab edilməlidir və bunun satılması qanunla icazə verilən deyil. Yalnız ümumi yığıncağın qərarına əsasən həmin ərazilər icarəyə və yaxud da satıla bilər, amma burada bütün vətəndaşların, bütün sakinlərin, mülkiyyətçilərin fikri nəzərə alınmalıdır. Hətta deyə bilərdim ki, məhəllənin həyətin içi qaraj kimi, maşın saxlama yeri kimi vətəndaşlara satılır. Bu tamamilə absurddur. Qeyd edək ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən binalarda qaraj kimi satılan sahələr ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.